Hörmətli şahsi avtoservis müştəriləri, bugün servisimizə yaxınlaşan Kia Rio 2015-ci il 1.6 GDI mühərrikli maşında boğulmalar var idi. Servisimizə yaxınlaşdı ki, diaqnostika eləyək. Görürsüz, artıq burada sökmüşük farsumkaları. Bərbad vəziyyətdədir. GDI mühərriklərdə injektorlar birbaşa yanma kamerasında püskürmə etdiyinə görə uç hissəsi nağarlanır. Və bu da müəyyən kilometrajdan sonra maşında boğulmalara səbəb olur. Ultrazvuk vasitəsilə xüsusi dərmanla yuyulur. Bu yuyulan əsnada biz izolyankanı sökmüşük, vəziyyətini görürsüz. Yuyuldu, təmizləndi. Fərqi özünüz görürsüz. Burada farsumka hazırdır, test mərhələsindədir. Test olunur, bütün palajeniyalar da işlədilir. Hər şey qaydasındadır və maşının üstünə yığılıb müştəriyə təhvil verilir.